Salam əziz izləyicilər, Zəngilanın təbiətinə sığal çəkən bir dərə. Yaşıl meşələrin qoynunda bulaqların səsi ilə nəfəs alan qədim bir yurt. Rəzdərə kəndi. Rəzdərə kəndi Azərbaycan Respublikasının Zəngilan rayonunda, rayon mərkəzindən təxminən 20 kilometr məsafədə, dəniz səviyyəsindən 600-700 metr yüksəklikdə dağ ətəyi və dərəlik ərazidə yerləşir. Kənd ətrafı sıx meşələrlə, bulaqlarla və təbii su mənbələri ilə zəngindir. Rəzdərə toponimi qədim türk mənşəli sözlərdən ibarətdir. Rəz sözü qədim mənbələrdə yaşıl, sıx meşəlik, bitki örtəyi bol olan yer mənasını verir. Dərə isə çökəklik və ya vadi deməkdir. Beləliklə Rəzdərə yaşıl meşəli vadi mənasında işlənmişdir. Kəndin ərazisində qədim yaşayış izlərinə, o cümlədən qədim qəbir yerlərinə və orta əsrlərə aid tikili qalıqlarına rast gəlinir. Bu da ərazidə qədim dövrlərdən etibarən insanların məskunlaşdığına sübut edir. Zəngilan bölgəsi tarixi baxımdan Qafqaz Albaniyasının cənub torpaqlarına daxil olub. Sonraki dövrlərdə Qarabağ Bəylərbəyliyinin tərkibinə qatılıb. Rəzdərə kəndi bu tarixi coğrafi mühitin bir parçası kimi formalaşır. Rəzdərə kəndi təbii gözəllikləri ilə seçilir. Burada Zəngilan rayonuna xas olan subtropik və dağ iqlimi özünü göstərir. Yaz-yay aylarında sərin, payız-qışda isə mülayim və rütubətli hava şəraiti hökm sürür. Kəndin ətrafında palıd, cökə, qoz və fıstıq ağacları geniş yayılır. Bu meşə örtüyü həm ekoloji, həm də iqtisadi baxımdan böyük dəyərə malikdir. Rəzdərə kəndinin yaxınlığında təbii bulaqlar və kiçik çay qolları mövcuddur. Bu su ehtiyatları kənd təsərrüfatı üçün əlverişli şərait yaradır. Ərazidə həmçinin əhəng daşı və tikinti daşı yataqları mövcuddur. Bu resurslar kəndin gələcək bərpası və iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda Rəzdərə kəndi Zəngilan rayonunun bərpa və yenidən qurma proqramına daxil edilib. Burada yeni infrastrukturun, layihələrin, yolların, elektrik xətlərin, rabitə və su şəbəkələrin bərpası istiqamətində işlər planlaşdırılır. Rəzdərə kəndi təbiəti, iqlimi və torpaq tərkibi baxımından kənd təsərrüfatı və ekoturizm üçün çox əlverişlidir. Ərazidə arıçılıq, meyvəçilik və fındıqçılıq kimi sahələr inkişafı mümkündür. Gözəl təbiət mənzərələri gələcəkdə kəndin turizm və istiqamətində də inkişafına şərait yaradacaq. Rəzdərə kəndi Zəngilanın füsunkar güşələrindən biridir. Onun təbiət, tarixi kökləri və zəngin sərvətləri bu torpağın qədim və dəyərli bir Azərbaycan yurdu olduğunu sübut edir. Bugün Rəzdərə azad, bərpa olunan və gələcəyə ümidlə baxılan bir kənddir. Azərbaycan xalqının yenidən doğulan Şərqi Zəngəzur ruhunun bir simvolu kimi mövcuddur. Can evinden seyretsin bir hoşuzar eşkine. Hazır essamın eline hazır essamın eline Çəmənin qönçə açmış bir növ bahar eşqinə. Gəl gəl ey sevdalı bülbül, gəl gəl ey sevdalı bülbül, gəl gəzən gülşənləri. Sən gül eşqinə dinlə
Geçen gün eşkilendilər, mən də yarın eşkinə. Qubadlının qədim kəndlərindən biri, Araz çayına doğru enən gözəl bir vadidə yerləşən doğma yurt Xanlıq kəndi. Tarixi, təbiəti və xalq yaddaşında yaşadığı adla bu kənd Azərbaycan torpağının füsunkar bir parçasıdır. Xanlıq kəndi Qubadlı rayonunun mərkəzindən təxminən 8-10 kilometrlik məsafədə Araz çayının yaxın düzənlik ərazidə yerləşir. Adının mənşəyi də maraqlıdır. Xanlıq sözü bir vaxtlar bu ərazidə xan nəslindən olan ailələrin yaşaması ilə bağlı yaranır. Yəni kənd xana məxsus torpaq, xan mülkü mənasında işlədilib. Xanlıq kəndi əvvəllər kəndin ərazisində yerləşən Qarabağ xanı Pənahəli xan Sarcalı Cavanşirin oğlu Mehrəli bəy Sarcalı Cavanşirin malikanəsinin adı olmuşdur. Xanlıq kəndi həm təbiət gözəlliyi, həm də məhsuldar torpaqları ilə tanınır. Kəndin ətrafı dağ silsilələri və geniş otlaqlarla əhatələnib. Ərazidə kiçik dağ çayları axır, iqlimi isə mülayim quru subtropikdir. Bu iqlim kənd təsərrüfatı, xüsusilə də taxılçılıq, bağçaçılıq və arıçılıq üçün çox əlverişlidir. Xanlıq kəndi Azərbaycanın məşhur xalçaçılıq məntəqələrindən biridir. Burada istehsal edilən xalçalar hər zaman məşhur olmuş və öz yüksək keyfiyyəti ilə seçilmişdir. Burada toxunan Xanlıq xalçası dünya bazarlarına və yarmarkalarına çıxarılan xalçaların ən yaxşıları hesab edilirdi. Kəndin yaxınlığında təbii tikinti daşı və gil yataqları mövcuddur. Bu sərvətlər tarixən yerli əhalinin məişətində və tikinti işlərində istifadə olunub. 1993-cü ildə Xanlıq kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Kənddəki evlər, məktəb, mədəniyyət evi və təsərrüfat binaları tamamilə dağıdılmışdır. Lakin 20-ci ilin 44 günlük Vətən müharibəsində 30 oktyabr 2020-ci ilin Azərbaycan ordusu Qubadlının digər kəndləri ilə yanaşı Xanlıq kəndini də azad etdi. Bugün kəndin torpağı azaddır və dövlət səviyyəsində bərpa proqramına daxil edilib. Xanlıq kəndi Qubadlının qədim tarixi, torpaq sevgisi və yenidən doğulan Azərbaycan ruhunun canlı nümunəsidir. Bu torpaq bir vaxtlar işğal altında olsa da, indi yenidən dirçəlir, yaşamağa qayıdır və hər bulağı, hər daşı bir həqiqət söyləyir. Xanlıq azaddır, Qubadlı dirçəlir, Azərbaycan yaşayır.
sensiz. Bağa girmərəm sensiz, gülü dərmərəm sensiz. Bağda quzu mərəsən, bil ki o mənəm sensiz. Bağda quzu mərəsən, bil ki o mənəm sensiz. Dilbərim tərlanım, gəl gəl ahım balasın, uca dağlar arası. Dilbərim tərlanım, gəl gəl ahım balasın, uca dağlar arası. Uca dağlar. Dilbərə dərdi dilindən belə ünvan etdim. Dilbərə dərdi dilindən belə ünvan etdim. Ki qəmı içindədir, mülkünü viran etdim. Mümkün olmaz mənə bəsdim, bilirəm mən şəkimi. Mümkün olmaz mənə bəsdim, bilirəm hər şəkimi. Ol səbəblə əskənimi kuh biyaban etdim. Ya təbib adını tərk eylə, təbabət etmə. Aman. Ya təbib adını tərk eylə, təbabət etmə.